Qızlar, bu dəfə toya hazırlıq tam bir xaos oldu. Oğlum yanımdaydı deyə salona getməyə heç vaxtım və imkanım olmadı. Ona görə də saç və makiyajımı özüm etməli oldum. Əvvəlcə parça maskalara baxdım, amma fikrimi dəyişdim və Anvay'ın bu gil maskasını seçdim. Maska quruyana qədər saçım üçün Dyson yoxsa Beach Waves fenini istifadə edim deyə qərarsız qalmışdım. Əvvəlcə Dyson'ı seçdim, başladım burmağa, amma nəticə o qədər də ürəyimcə olmadı. Ona görə də dərhal Beach Waves feninə keçdim və bu cür yüngül təbii dalğalar etdim. Ardınca isə makiyajımı bitirdim. Sonra tələm-tələsik qala dresə paltarımı götürməyə yollandım. Mağazanın bağlanmasına cəmi yarım saat qalmış, yetişib paltar götürə bildim. Və nəhayət toydayıq. Sadəcə burdakı gözəlliyə və şou konsepsiyasına baxın. Yaşa!